Köklərə aid ifadənin sadələşdirin mövzusunda çox maraqlı bir sualın izahına gəlin birlikdə baxaq. Sualda bizə deyir ki, bu ifadəni ən sadə formaya gətirin. Əvvəlcə baxıram ki, burada 2 var, burada 3 var və bu altını da parçalasam, həmin hala, yəni 2 və 3 halısını gətirə bilərəm. Yazıram 2 üstü 10 vurulsun 3 üstü 10. Daha sonra bu 2 üstü 18'i də yaza bilərəm ki, 2 üstü 9 mötərizənin kvadratı. Üstünə gəlirəm, burada da toplamamı qoyuram. Olur 3 üstü 10 mötərizəmin kvadratı. Daha sonra bu 2 üstü 10, 3 üstü 10'dan 2'ni vuruq kimi birini çölə çıxardıram. Yazıram ifadəmi 2 üstü 9 mötərizənin kvadratı üstə gəlir. 2 üstü 10'dan ikisini birin kənarına qoysam, olacaq 2 vurulsun 2 üstü 9 vurulsun 3 üstü 10 olduğu kimi qalır. Və 3 üstü 10 mötərizənin kvadratı. Buradan sizə müxtəsər vurma düsturlarından A plus B mötərizənin kvadratının açılışını göstərirəm. A kvadratı üstə 2AB üstə gəlinsin B kvadratı. Və aldığım o ifadə ilə bunu uyğunlaşdırıram. Baxıram ki, mənim A kvadratımın yerində durur 2 üstü 9 mötərizə kvadratı, B kvadratımın yerində durur 3 üstü 10 mötərizə kvadratı. Həmçinin onların hasilinin 2 mislinin yerində durur. Baxın 2 üstü 9, 3 üstü 10, bir də onların hasilinin 2 misli. Neyirəm? Deməli bu müxtəsər vurma düsturuna tam şəkildə yığılır və bu ifadə özü kvadrat kökün içərisindəydi. Kvadrat köklə mötərizənin kvadratı gedir. Yerdə qalır nə? 2 üstü 9, üstə gəlir 3 üstü 10. Bu qədər. Səhifəm sizə də maraqlı gəlirsə, dostlarınıza yönləndirə bilərsiniz. Daha çox paylaşım görmək istəyirsinizsə, videolarıma şərh yorum bildirə bilərsiniz. Bu mənim üçün çox əhəmiyyətlidir. Bugünlük bu qədər. Növbəti izahlarda görüşərik. Hələlik.